Salam hər kəsə. Bugün sizinlə Mirzə Əkbər Sabirin ikinci şeirinin geniş və ayrıntılı təhlilini edəcəyik. Bənd-bənd edəcəyik bunu. Həm MİQ, sertifikasiya və eyni zamanda blok imtahanına hazırlaşanlar yararlana bilərlər. Daha sonra əgər bu PDF əldə etmək istəyirsinizsə, mənim yuxarıda göstərdiyim bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən keçək. Deməli, birinci hissədə şeir haqqında ümumi məlumatlar yazmışıq. 20-ci əsr Azərbaycan ədəbiyyatı tənqidi realizm Molla Nəsrəddin ədəbi məktəbindədir. Bilirik ki, 1908-ci ildə Molla Nəsrəddin jurnalında çap edilib. Şeir vahidi bəndli müxəmməs formasındadır. Hər bənd 5 misradan ibarətdir. Qafiyə quruluşu AAA, BBBAA şəklindədir. Yəni ki, son 2 misraca qafiyəcə təkrarlanır və yaxud da bir-birinə uyğunlaşır. Əruz vəzninin həzəc bəhrindədir. Mövzusu kəndi və mülkədar münasibətləri, kəndinin acınacaqlı həyatı, bəyin isə amansızlığı və rəhimsizliyidir. Mövzu ideyasına keçək. Feodal kapitalist quruluşunun eybəcərliklərini, sinfi bərabərsizliyi, bəylərin, xalqın qanunu soymasını ifşa etmək, kəndinin ləyaqətini qorumağa, hüququnu anlamağa çağırır. Bu şeirdə tərs məntiq, yəni ironiya var, kinayədən istifadə edilib. Danışaq şəxs Sabir özü deyil, bəydir. Sabir bəyin dili ilə elə eybəcərliklər dedirdir ki, oxucu bəyə nifrət edir, kəndliyə isə acıyır və onun savadsızlığına, müitiliyinə acizlənir. Buna da ədəbiyyatda satirik ifşa deyilir. Keçirik ikinci hissəyə, beytlərin və misraların sətir-bəsətir təhlilinə və çətin sözlərin izahına. Birinci bənd. Məzlumluq edib başlama fəryadə əkinci. Qoyma özünü tülkiliyə adə əkinci. Bir üzürlə hər gündə gəlib durma qapımda. Yalvarma mənə, boynunu kəc burma qapımda. Gahi başına, gah döşünə vurma qapımda. Ləğv olma, ədəb gözlə bu məvadə əkinci. Lal ol abalam, başlama fəryadə əkinci. Burada kəc burmaq sözünün mənası əymək, yazıq görkəm almaqdır. Yəni ki, özü gəlib yazıq görkəm alma. Ləğv olma, yəni boş-boş danışma, mənasız hərəkət etmə, ədəb gözlə. Məvadə də məkan, yəni bu yerdə, mənim huzurumda, mənim deyir huzurumda ləğv olma da deyir, yəni boş-boş danışma. Misranın mənası nədir bəs? Ümumiyyətlə misraların deyək də. Bəy kəndinin həqiqi problemini, acından ölməsini və yaxud da fəryadını tülkülük, yalançılıq hiyləgərliyi adlandırır. Kəndinin qapıya gəlib yalvarmasını özünü hörmətsizlik sayır. Burada incə detal nə ola bilər? Bəy kəndiyə həm əadə, yəni təhqiramiz bir dildə, həm də abalam, özündən razı, saxta mehribanlıqla müraciət edir. Ədəb gözlə deməklə də kəndidən qul itayəti tələb edir. İkinci bənd. Xoş keçmədi il, çöllüyə dəhqanə nə borcum? Yağmadı yağış, bitmədi bir danə nə borcum? Əsdi qara yelçəltiyə bostanə nə borcum? Getdi, mənə nə fəhləliyim badə əkinci? Lağlaq danışıb, başlama fəryadə əkinci. Burada dehqan, kəndli, yəni torpaqla məşğul olan mənasındadır. Çəltik, qabığı soyulmuş düyüdür. Fələliyin badə getməsi, yəni əməyin boşa getməsi, zayi olmasıdır. Lağlaq da boş-boş mənasız deməkdir. Misraların ümumi mənası da, yəni burada artıq biz bir egoistliyin zirvəsini görürük həqiqətən də. Təbiət hadisələrinin, yağışın yağmasını, qara yelin əsməsini kəndinin problemi sayır və nə borcum ritorik sualının təkrarı bəyin kəndiyə qarşı heç bir sosial və mənəvi məsuliyyət daşımadığını göstərir. Eyni zamanda burada nə var? Görürük ki, ritorik suallardan, bədii sualdan istifadə olunub və eyni zamanda sözün sonunda nələr var? Təkrarlar var. Deməli, nədir o? Burada həm də o nə sayılır? Burada həm əkincidir bizim deməli üzr istəyirəm. Rədifimiz, həm də ki, nə borcum sözləri burada rədif kimi istifadə olunub. Çünki nəydən sonra gəlib baxsaq, nə görəcəyik? Təkrarlanan qafiyə sözlərdən sonra gəlib. Burada kəndinin bütün verdiyi əməlinin məhv olması, getməsi, lakin bəyin öz payını düşünməsi incə detal kimi düşünə bilərik. Üçüncü bəndə keçirik. Və onu deyim ki, sonda mən sizi ümumilikdə bizi necə bir suallarla testlərdə çaşdıra bilərlər, o məqamlarda vurğulayacağam. Ona görə sona qədər baxın.
Aldı dolu əldən səri səmanını neynim? Yəni ki, çəyirtkə yedi bostanını neynim? Verdin keçən il borcuna yorğanını neynim? Ol indi palas satmağa amadə əkinçi, lal ola balam, başlama fəryadə əkinçi. Yenə də burada görürsüz səri saman var dövlət ev eşiyi tədarük deməkdir, amadə də hazır deməkdir. Burada kəndinin üzləşdiyi təbii fəlakətlər artıq konkretləşir. Deyir ki, yəni deyir, dolu deyir samanını əlindən aldı neyniyim, çəyirtkə boynundan, yəni bostanlığı əlindən aldı neyniyim. Əgər deyir borcumu yorğanıma verdinsə deyir mən yenə neyniyim? Yəni borc müqabilində yorğanını satdığını bilir də deməli. Deməli burdan belə çıxır ki, mülkədar yəni bəy obrazı kəndlinin çətin vəziyyətindən xəbərdardır. Amma ona rəhm etmək əvəzinə fikirləşir ki, hə bu ildə palas satıb onun pulunu verməyə hazır olarsan. Burada da incə detal kəndlinin sonuncu məişət əşyasının əlindən alınması və onun son hədddə çatdığını, bəyin isə son dərəcə qəddar olduğunu artıq biz burada görürük. Dördüncü bənd. Söz açma mənə çox çalışıb az yeməyindən. Canım bacəhənnəm ki ölürsən deməyindən. Mən gözləmənəm, buğda çıxar ver bəbəyindən. Çəltik də gətir, arpa da, buğda da əkinçi. Yoxsa soyaram lap dərini, adə əkinçi. Burada gözləmənəm, elə gözləyən deyirəm, yəni səbrim yoxdur. Ver bəbəyindən, yəni gözünün bəbəyindən çıxar ver də. Yəni hardan tapırsan tap, mənə dəxli yoxdur deyir. Misranın mənası da bəy kəndinin varlığına, yəni canına belə dəyər vermir. Canım bacəhənnəm ki ölürsən, artıq feodalın öz kəndlisinə bir qul, bir heyvan kimi baxdığının sübutudur. Bu, yəni bəy çeşid-çeşid məhsul tələb eləyir, yəni çəltik, arpa, buğda və onu hədələyir. Burada deyir soyaram lap dərini, sadəcə məcazi deyil, həm də feodal müttəqiyyətinin fiziki işgəncələrinə işarədir. Sən hey yoxumdur, sən hey də yoxumdur, çıxarıb canını allam. Vallahi ovub dideyi giryanını allam. Şəllağa tutub peykəri üryanını allam. Öz halını sal indi özün yadə əkinçi. Lağlağ danışıb, başlama fəryadə əkinçi. Burada dideyi giryan ağlayan göz, peykəri üryan çılpaq bədən deməkdir. Misrada da bizə onu deyir ki, artıq zorakılıq pik həddə çatır. Burada bəyin and içməsini verməklə onun mənəviyyatsızlığını, müqəddəs dəyərləri öz zülmünə alət etməsini göstərir. Kəndlinin bədənini həm acından, həm də geyimsizlikdən çılpaqdır. Yəni həm acdır, həm də geyim cəhətdən, yəni məhdiyyatı yoxdur da alsın və bəyi isə çılpaq bədəni ilə şallaqlamaqla onu hədələyir. Burada kəndlinin göz yaşları artıq bəyin qəlbini yumşaltmır. Əksinə o deməli gözünü ovub çıxarmaqla neyniyir? Hədələyir. Keçirik 6-cı bəndə. Cütçü babasan, buğdanı ver, darı yeyərsən. Su olmasa qışda əridib qarı yeyərsən. Daşdan yumuşaq zəhir nədir? Marı yeyərsən. Öyrəşməmisən ət yağa dünyada əkinçi. Heyvan kimi ömrə eləmisən sadə əkinçi. Burada zəhirlə mar, yəni zəhər, mar da ki bilirsiniz ki ilan deməkdir farscadan. Cütçü baba da burada kəndliyə verilən güya ki hörmətli addır da, amma burada ironiya ilə deyir, kinayə ilə deyir onu. Misraların mənası da şeirin ən can yandıran bəndlərindən biridir. Pəy kəndinin dözümlüyünü, hər çətinliyə qatlanmasını onun heyvanlığına bağlayır. Yəni deyir ki, sən olsa deyir heyvan kimi ömrələmisən də, sən deyir mənə buğdanı mənə ver, özün darını ye, suyu mənə ver, qışda özün qar ərit iç. Əgər deyir daşdan yumuşaq heç nə tapmasan yeməyə, ilan zəhəri belə olsa yeyə bilərsən deyir. Burada artıq heyvan kimi ömrə eləmisən deyir sadə. Bu onun orada demək istəyir ki, öz hüquqlarını tələb eləməmisən. Sən onsuz da dünyada ət yağı öyrəşməmisən, artıq burada sinifi təbəqələşməni qanuniləşdirməyə çalışır. 7-ci bənddə, lakin mənim insanlıq olub vazimədarım, bəyzadəyəm, asayişədir cümlə qərarım. Meysiz, məzəsiz bitməz olur şam-ı naharım. İşte belədir haləti bəyzadə əkinçi. Bəyzadələrin rəsmi budur adə əkinçi. Burada vazimədar həyat tərzi, yəni mənim dolanışıq formam, həyat tərzim, yəni deyir ki, bəyzadələrin vəzimədarı belədir. Asayiş, rahatlıq, ləzzət, dinc həyat, şam-ı nəhər, axşam və nahar yeməyi deməkdir. Burada son bənd bəyin özünü insan, kəndini isə heyvan yerinə qoymasının xülasəsidir. Bəy öz keyfini, meyli məzəli məclislərini
rahatlığını özünün bəyzadə olması ilə əsaslandırır. Onun fikrincə bu təbii bir qanundur. Bəy kef etməli, kəndli isə acından ölməlidir. İncə detal isə bəyzadələrin rəsmi budur, yəni misrası ilə Sabir fərdi tənqiddən ümumi sinifə tənqidə keçir. Yəni bu tək bir bəyin deyil, bütün bəy sinfinin, sisteminin rəsmidir, yəni qaydasıdır. Bu ümumi bəndlərin hissə-hissə təhlili idi. İndi keçirik 3-cü bölüm obrazların xarakteristikası və sinfi təhlilinə. Əsərdə iki əsas cəhbə görünür, yəni iki əsas obraz var. Lakin unutmuruq ki, əsər monoloq formasındadır, yəni kəndi fiziki olaraq dinlənilmir. Onun xarakterini ancaq biz bəyin sözlərindən oxuyuruq. Birinci keçirik burada bəy mülkədar obrazına. O istismarçı və qəddar obrazdır. Kəndinin sonuncu palazına, yorğanına göz dikir, onu şallaqla hədələyir. Parazit və tənbəl obrazdır. Özü heç bir iş görmür, bütün dolanışığını kəndinin əməyi üzərində qurub. Meysiz, məzəsiz bitməz olur deyir Şamı Niharım. Yəni deyir, mən naharımda məzəsiz şam keçirmirəm. Laqeyd və narsistdir. Təbiət fəlakətlərini bəhanə sayır, kəndinin acından ölməsini vecinə almır. Deyir, canım bə cəhənnəm ki ölürsən. Süni və təkəbbürlüdür. Özünü deyir insan sayır, amma kəndini heyvan sayacaq qədər harınlayıb. Allaha and içərək zülm edir. Yəni necə biridir? Mənəviyyatsız biridir. Keçirik əkinçi obrazına. Əkinçi obrazı mütəllim və aciz obrazdır. Hüquqlarını müdafiə edə bilmir. Bəyin qapısından baş vurub diz çöküb yalvarır. Sabir onun bu acizliyini tənqid edir. Zəhmətkeş və məzlum. Gecə-gündüz çalışır, çox çalışıb az yeməyindən, təbii fəlakətlərin vurduğu ziyan altında əzilir. Yəni biz burada deyə bilmərik ki, mülkədar gəlib ona nəsə edir də. Yəni əslində onun çoxalması idi da problem. O sadəcə olaraq həmin o problemlərin, təbii fəlakətlərin, nə bilim, orada həşəratların onun bitkilərini yeməsində idi əsas problem. Yəni onlar onun üçün çətinlik yaradardı. Dözümlü, yəni hər cür təhqirə, aclığa dözür və buna etiraz səsini ucaltmır. Keçirik 4-cü hissəyə. Burada da testlərdə hansı məqamlara çaşdıra bilərlər? Tələ, elə bil ki, sizi hansı tələni qurub sizi çaşdıra bilərlər? Bu həm MİQ sertifikasiyada, həm də Dövlət İmtahan Mərkəzində ola biləcək tələlərdəndir. Birinci tələmiz odur ki, əsərdə bəy və kəndli mübahisə edir, dialoqa girir. Bu səhvdir. Çünki biz orada əkinçinin dialoqunu görmürük. Əsər monoloqdur, yəni bəyin monoloqudur. Kəndi əsərdə bir kəlmə də olsun danışmır. Biz kəndinin şikayətlərini bəyin verdiyi reaksiyalardan öyrənirik. Məsələn, deyir, söz açma mənə çox çalışıb az yeməyindən deyirsə, deməli kəndli buna etiraz edib. Amma əsərin daxilində kəndinin nitqi yoxdur, diqqətli olun. Tələ 2. Şeirdəki ağır müraciətlər, heyvan bənzətməsi Sabirin kəndliyə olan nifrətini göstərir və yaxud da Sabirin kəndliyə olan münasibətini göstərir. Xeyr, bu fikirlər Sabirin deyil, bəyin fikirləridir. Sabir kəndliyə nifrət etmir, əksinə onun bu rəzil durumuna dözməsinə acıyır. Satir atəşli onu qəflət yuxusundan oyatmaq istəyir. Təbii ki, satir atəşinə burada mülkələri tutur, əkinçini tutmur. Tələ 3. Bəy kəndinin vəziyyətindən, yorğanını satmağından xəbərsizdir. Xeyr, necə xəbərsizdir? Bəy kəndinin nə vəziyyətdə olduğunu çox gözəl bilir. Verdin deyir keçən il borcuna yorğanı, neyniyim? Sadəcə rəhimsiz və amansız olduğu üçün bilə-bilə zülmünə davam eləyir. Tələ 4. Əkinçi obrazı yalnız müsbət cəhətlərlə xarakterizə olunur. Bu da səhv fikirdir. Niyə? Kəndli həm də mütiliyinə, cəhalətinə, öz hüququnu qoruya bilməməsinə görə tənqid hədəfidir. Yəni o tam ideal müsbət obraz deyil. Tənqidi realizmin eybəcərliyi qurbanıdır. Tələ 5-də isə bəy yalnız öz kəndisini digər bəylərdən fərqli olaraq pis günə qoyur. Yəni ki, ancaq bu bəy pisdir, digər bəylər yaxşıdır. Xeyr. Son bənddəki bəyzadələrin rəsmi budur adə əkinçi misrası göstərir ki, bu tək bir bəyin yox, bütöv bir sinifin ümumi xarakteridir, sistemin problemidir. Ümumi təhlilimiz bu qədər idi. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Sona qədər dinlədiyinizə görə videonu paylaşaraq daha çox müdavimin, daha çox şagirdin yararlanmasına fayda verə bilərsiniz. Çox sağ olun. Gələn görüşlərədək.